Ir üstü 4, ar üstü 2. Biz bilirik ki, bu şəkilçilər həm qrammatik şəkilçilərdir, həm lektik şəkilçilərdir. Biz necə edək ki, hansı üsulla yoxlayaq ki, sözə qoşulmuş ir üstü 4, ar üstü 2 leksikdir, yoxsa qrammatik? Demək, nə edirik? Sözə, yəni feilə sual veririk. Deyirəm ki, mən dərslərimi oxuyuram. Nə edirəm? Oxuyuram. Sual verdi, suala ir üstü 4 şəkilçisi qoşuldu. Demək, ir üstü 4 qrammatikdir. Bir də deyirəm ki, binanı uçurdular. Sual verirəm feilə. Nə etdilər? Uçurdular. Şəkilçi suala qoşulmadı. Nə etdilər? Uçurdular. Demək, leksik şəkilçidir. Ar üstü 2 şəkilçisini yoxlayaq. Mən deyirəm ki, mən sabah şəhərə gedərəm. Sual verirəm feilə. Nə edərəm? Gedərəm. Sualda ar-ər şəkilçisi var. Demək, sözə qoşulan ar-ər şəkilçisi, yəni ar üstü 2 şəkilçisi qrammatikdir. Bir də deyirəm ki, mənim gözüm yaşardı. Nə etdi? Yaşardı. Sualda ar şəkilçisi yoxdur. Demək, həmin ar üstü 2 şəkilçisi leksik şəkilçidir. Ümumiyyətlə, feillərə qoşulan şəkilçini qrammatik və yaxud da leksik olduğunu bilmək üçün sadə bir üsul da var. Şəkilçidən sonra maq üstü 2 şəkilçisini artırmaq. Əgər artıra biliriksə, o şəkilçi leksik, artıra bilmiriksə, demək qrammatikdir.